Dünən sizə deyirdimi, daha bir deputat danışacaq bu Vahidlə uşaq pulu söhbətinin ardınca danışıb. Deməli, deputat Bəhruz Məhərrəmov bildirib ki, biz qanunvericilikdə qadını hələ də arvad adlandırırıq. Ola bilsin ki, nə zamansa bu qəbul olunan ifadə olunub, amma dil inkişafdadır. Münasibətlərin inkişafı təbii ki, semantikanın da transformasiyası deməkdir. Yəni, təklif olunur ki, dilimizdən və yaxud da qanunvericilikdən bu arvad sözünü çıxarılsınlar. Yəni ki, ər və arvad. Yaxşı, bu arvadı çıxartdıq. Onda əri nətər olacaq? Bax, o məsələsi də var da. Yəni, təklif eləyəndə ümumiyyətlə əsaslandırılmış olmalıdır. Ondan sonra belə fundamental olmalıdır. Bəs ər yerinə nə yazsınlar? Deməli, deyir ki, bugün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət elədiyini arzulamaz. Həqiqətən də doğrudur, bildim. Təklif olaraq da deyək ki, yaxşı təklifdir. Bəs o birisi nə yazaq? Məsələn, sizi ər və tutaq ki, həyat yoldaşı adlandırırıq. Nətər eləyək? Yəni, burada da məsələ var. Düz indi uşaq puluna, Vahidə baxanda haradasa biraz toya getməli açıqlamadı, amma məntiq görmədim bu açıqlamada. Özdəki Bəhruz Məhərrəmov bizim keçmiş həmkarımız sayılır. Siz necə təklif eləyərdiniz? Təklifi ümumiyyətlə dəstəkləyirsinizmi? Və yaxud da dəstəkləyirsinizsə, tamam, bu arvad sözü çıxarıldı. Ərin yerində nə yazsınlar?